2009 yılı 5 iyul Şərqi Türkistanның paytaxtı Ürümçide Xitay tərəfindən elib berilgan qırğınçılıqqa qarşı dünyanın hər qaysı joylarida namoyishlar o'tkazildi. İstanbulda Şərqi Türkistan Təşkilatlar Birliği'nin uyuşturucu bilan elib berilgan Uyg'urlar və Şərqi Türkistanlar fidoyilari 5 iyul qırğınçılığının 10 yıllık münasibati bilan Xitayning növbətdə Şərqi Türkistanda yo'lga qo'ygan jazo lagerlariga qarshi namoyish o'tkazdi. Faaliyet nahayet rətlik və tərtiblik ötküzülgen bulup, Şərqi Türkistan Təşkilatlar Birliği Reisi Hidayetullah Oğuzxanның axbarat elan qilishi bilan başlanıb, bu nəfər İstanbul il başlığının axbarat elan qilishi və Habibullah Kösəni ustazdan duası bilan ayaqlaşdı. İnsan deb oylagan bütün insaniyetning, mush komünist Xitoylarning insaniyetga ne kadar düşmanligini biladigan bir an tushuncha ato qilgin ya Allah. Ve mushu komünistdan ibaret insaniyetni düşman, mushu komünist qarshi turayotgan bütün Uyg'urlarga nusrat ato qilgin ya Allah. Bütün shunga qarshi turgan insonlarga nusrat ato qilgin ya Allah.